Adamın ne diyeceğini bilmir. Hey. Belə qəşəngdə bilirəm. Bilirsən niyə belə cavab verirlər? Çünki bilirlər ki, heç bir cəza görülməyəcək onlar barəsində. Bu səhiyyə sahəsində cəzasızlıq səbəbindən hər kəsin həyatını məhv eləyiblər. Birinin sağ ayağı yerine sol ayağını kəsirlər. Nə bilim, birini belə şikəst qoyurlar, o birisini belə şikəst qoyurlar. Kimi cəzalandırırlar? Deyil, o gün oxudum, rəhmətə gedəndən sonra bilmişəm mən. Cəmaatın həyat yoldaşını doğuşda öldürdü, aparıb həbs ediblər, 3 ildə yatmayıb. Çıxıb yenidən həkim kimi fəaliyyət göstərir. Niyə? Niyə insanların həyatı bu qədər ucuzdur? Ay Səhiyyə Nazirliyi, məhkəməyə verin nədir? Səhiyyə tibbi ekspertiza, nə bilim nə? 1000 dənə qurumunuz var, nə işə yarayır? Bu ülkədə səhiyyədən çox adına qurum olan bir şey yoxdur. Təbibi var, osu var, buzu var. Kimsə şikayət edəndə bir adam tapmırsan yaxasında yapışmağa. Cəmaatın balasını şikəst qoymuşsan, sabah da o ana ola bilməyəcək. Bu haqqını onun əlindən almışsınız. Nə haqla? Kim cavab verəcək? Bunun məsuliyyətini kim daşıyır? Bu qədər bəsitdir hər şey. Get məhkəməyə müraciət et. Güya cəmaat bilmir də, yer üzündə məhkəmə var. Məhkəmədən sonra apellyasiya, ondan sonra o bizdə. Gününüz aydın olsun Azərbaycan xalqı. Mənim sözüm buradan qadın aparıcılarıdır. Hansı ki, başda da xoşqədəm olmaqla, hansı ki, şou yaradır, millətin ruhunu korlayan aparıcı qadınlaradır. Bu da Azərbaycan xanımıdır, bu gözəl xanım, qeyrətli xanım, bu da Azərbaycan xanımıdır. Bu da aparıcıdır. Adını bilmirəm, ola bilsin, üzrə hesab eləsin məni. Yəni bu da Azərbaycan xanımıdır da, bu çıxış edir də, bu tələb edir də, birbaşa Səhiyyə Nazirliyinə müraciət edir ki, bu həkimlərin cəzası nə vaxt çəkiləcək? Hansı ki, sağ ayaq dura-dura sol ayağı kəsən həkimlər, aborta gedən qadını öldürən həkimlər, yəni bu hansı ki, səriştəsiz, məsuliyyətsiz həkimlərin cəzası verilməlidir, qanun qarşısına qoyulmalıdır. Onlara cinayət işidir, bu birbaşa cinayət işidir. Xalqın həyatından oynamaq fərq eləmir, vəzifəsindən asılı olmayaraq, istər həkim olsun, istər müəllim olsun, digər olsun. Xalqın həyatından oynamaq birbaşa cinayətdir. Xoşqədəmlər, o bir aparıcılar. Niyə bir dəfə siz işıqlandırmırsınız bu məsələləri? Niyə demirsiniz ki, bir çıxın deyin ay Səhiyyə Nazirliyi, cənab prezidentimiz İlham Əliyev cənabları, bu insan səhiyyəyə ayırdığı vəsaiti, diqqəti, mən deyərdim heç bir quruma ayırmayıb. Çıxın bir deyin də, tələb edin də ki, bu nə vaxta qədər olacaq? Mən deyərdim hər gün hələ bildiyimiz, hər gün sosial şəbəkədə bir həkimin əlində xəstəsi ölür. Nədə bu xanıma qalıb bir dənə çıxış eləmək, bu xanıma qalıb bir dənə müraciət eləmək. Siz deyin də, nə vaxt xalqın qeydinə qalacaqsınız, nə vaxt bir dövlətinizə dəstək olacaqsınız. Siz bugünkü gün dövlət adamı kimi dövlətə dəstək olmursunuz. Yəni bugünkü gün hansısa bir belə bir həkimləri müraciət edib yuxarı qurumlara bu haqda tədbir görülmürsə, demək ki, siz heç xalqı qoyaqdıraq, siz dövlətinizə dəstək olmursunuz. Əksinə dövlətin səlahiyyətindən istifadə edib jurnalist adı almısınız və başlayırsınız xalqı zay harda bir qeyrət insanlar var, harda zay insanlar var, at-xot insanlar var, hamısını çıxardıb efirə bizim cavanların görmədiyi bir qeyrət insanları efirə çıxardırsınız. Təbii ki, hamısına şamil deyil ora çıxanların. Bəzi insanlar müəyyən bir problemlərlə çıxır. Yəni o millətin ruhunu korlamaqdansa millətə, dövlətə dəstək olun. Dəstək olun, belə şeyləri işıqlandırın. O xanımdan sizin heç biriniz artıq deyilsə, heç biriniz. Nə bir davranışında, nə bir çıxışında, nə bir savadında heç biriniz artıq deyilsiniz. Mən alqışlayıram o xanımı və ona tərbiyə verən, milli ruhda böyüdən valideyni alqışlayıram, əllərindən öpürəm. Amma mən səndən nəcür, ay Xoşqədəm, mən səndən nəcür bir vətəndaş kimi nəcür fəxr edirəm ki, belə bir əhsən jurnalistimiz var Xoşqədəm, əhsən filan qadın jurnalistimiz var, jurnalistlər var idi, aparıcılar var idi. Hamısına bir keçmişə baxın, görün nəcür belə xalqın əxlaqını, xalqın milliliyini, bu ölkənin milliliyini qoruyan, dövlətinə xidmət edən jurnalistlər var idi. Onlardan biraz ibrət götürün. Bu da sizin nəsildir də, yəni eyni nəsil sizdə, deyək ki, köhnələri qoyduq qırağa, eyni nəsilsiz, bu xanım da jurnalistdir, aparıcıdır sizdə. Niyə bir bundan ibrət götürmürsünüz bu insandan? Var, digər aparıcılarımız da var. Alqışlayıram sözünü deyən aparıcılarımız var. Biz xalqın müəyyən bir qurumlara sözü keçmir. Nə mənada keçmir? Yəni işıqlandırılmır, müəyyən bir səsimiz eşidilmir, çatmır həmin qurumlara. Amma sizin müraciətləriniz həmin qurumlara çatır. Dövlətə dəstək olun, xalqa dəstək olun. Bəs bu oğraş bir qeyrətləri çıxardıb efirdə cəmaatın ruhunu korladır. Allah xalqımızı, dövlətimizi qorusun. Mən o xanımı alqışlayıram və dəstəkləyirəm. Elə həkimlər, əlində xəstəsi ölən həkimlər, o Şimali Koreyanın prezidenti var ya, həkimləri öldürür, elə bir vəziyyətdə edam eləyir. Bax, elə bir cəza lazımdır onlara. Ki, bunlar, humanizm bunlara keçmir, bu həkimlərə. Çünki bunları, yəni mən hamısına şamil eləmirəm, bu cür haqsız, ədalətsiz həkimlərə şamil edirəm. Bu həkimlər insana müştəri gözü ilə baxır. Xəstəsinə müştəri gözü ilə baxır. Və ona görə də o müştərini necə gəldi işləyir, yetər ki, mən pulumu alım. Və axırda da nəticə bu ölümlərə səbəb olur. Yəni bu cür cinayətləri gətirib çıxardır. Allah xalqımızı, dövlətimizi qorusun. Allah dövlətimizə, xalqımıza dəstək olan, vəzifəsindən, işindən asılı olmayaraq o insanları qorusun. Var olun Azərbaycan xalqı.